Sabahınız xeyir olsun. 13 aprel 2026-cı il tarixidir və yaz fəslinin 25-ci, Şəvval ayının 25-ci günüdür. Şəvval ayının isə sonuncu, demək birinci bazar ertəsi günüdür və bu gündə də kimlər işləri arxasınca gedirlər, iş yerlərindədirlər, işləri ilə məşğuldurlar, evdə ev işləri ilə məşğuldurlar, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı, hər birimizə bu həftənin uğurlu başlayıb uğurlu başa çatmasını arzu edirəm və 13 aprel günündə kimlər təhsili ilə məşğul olur, məktəblər, orta ixtisas, ali məktəb tələbələri, hər birinə can sağlığı, zehin açıqlığı, iş avadlığı arzulayıram. Bununla yanaşı qarşılarına qoyduqları məqsədə, hədəflərə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. 13 aprel günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 13 aprel, eləcə də kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərə can sağlığı, şəfa diləyirəm. Bununla yanaşı bütün şəhid ailələrini, qazi ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlığı, bu həftəni, bu günü gözəl, uğurlu, xoş keçirmələrini arzu edirəm. Bununla yanaşı 13 aprel günündə kimlər ad gününü, şad gününü, xoş gününü qeyd edirlər. Hər birinə can sağlığı, xoşbəxtliyi arzu edirəm və bunun münasibətlə hər birini təbrik etmiş oluram. 13 aprel günündə də tarixi günlər vardır. 13 aprel 1204-cü ildə 4-cü səlib yürüşləri iştirakçıları Konstantinopolu ələ keçirdikləri və Bizans imperiyasının müvəqqəti süquta uğratdıqları gündür. 13 aprel 1849-cu ildə isə Macarıstan Respublika idarəetmə formasına keçdiyi gündür. 13 aprel 1870-ci ildə Nyu-Yorkda Metropoliten Muzeyinin qurulduğu gündür. 13 aprel 1919-cu ildə Türkiyə Qurtuluş Savaşı zamanı Qars ingilislər tərəfindən işğal olunduğu gündür. 13 aprel 1958-ci ildə Van Klimbergin Moskvada Çaykovski müsabiqəsinin qalibi olduğu gündür. 13 aprel 1987-ci ildə Portuqaliya və Çin arasında imzalanmış sazişə görə Makao 1999-cu ildə Çinə verilməli olduğu gündür. Bununla yanaşı 13 aprel 1997-ci ildə Tiger Woods demək Master seriyalı golf oyununda ilk qazanan ən gənc golfçu olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.